Salam, əziz izləyicilər, kanalımıza xoş gəlmisiniz. Abunə olmağı unutmayın. Minimum əmək haqqı artacaq, 2026-cı ilin büdcəsində nə vəd edilir? Azərbaycanda 2026-cı ilin dövlət büdcəsi ilə bağlı ilkin müzakirələrə start verilib. Cəmiyyətin əsas gözləntilərindən biri minimum əmək haqqı və yaşayış minimumunun artırılmasıdır. Lakin ekspertlər bu sahədə ciddi artım ehtimalının az olduğunu bildirirlər. Əsas rəqəmlər: büdcə gəlirləri 67 milyon manat, büdcə xərcləri 146 milyon manat. İqtisadçı Natiq Cəfərli bildirib ki, bu artımlar minimum əmək haqqı və təqaüdlərə ciddi təsir edəcək səviyyədə deyil. O, prezident və parlamentin müdaxiləsi ilə müəyyən dəyişikliklərin ola biləcəyini istisna etmir, lakin böyük sosial artımların gözlənilmədiyini vurğulayır. Problem nədədir? İnflyasiya yüksəlib, amma maaşlar buna adekvat artmır. Büdcə artımları simvolik səviyyədədir. Real gəlirlər sabit qalmaya da bilər. Ekspert rəyi: Natiq Cəfərli: gələn ilin yanvarından insanları məmnun edəcək səviyyədə ciddi artım gözləmək çətindir. İzləyicilərə sual: sizcə minimum əmək haqqı nə qədər olmalıdır ki, vətəndaş normal həyat sürə bilsin?